İmplantasiyanın yerləşmə vaxtına görə növləri var. İmmediat implantasiya deyirik. Dişləri çəkib sırazı implant eləyirik. Bunun avantajları, bəli, düz deyirsə, avantajlarından bir dənəsi odur ki, sümük əriməsi daha az olur. Yəni diş çəkiləndən sonra sümük niyə əriyir? Çünki bizim çənəmizin ümumiyyətlə hansı ki vertikal üz hündürlüyümüz var da, düzdürmü? Buna əmələ gətirən dişlərimizin olmasıdır. Yəni zamanla uşaqlara fikir versəniz daha yaxında alt çənə, üst çənə və dişlər çıxdıqca o hansı ki diş yuvaları, alveollar uzanmağa başlayır və çənəmiz də uzanır. Dolayısıyla üz yüksəkliyimiz hal-hazırki normal üz yüksəkliyi olur. Formalaşır artıq. Formalaşır. Bəli. Dişləri itirdikdən sonra çənələr əvvəlki vəziyyətinə qayıdır əslində. Yəni, hansı ki necə doğulmuşduq o vəziyyətə qayıdır. Öncəki vəziyyətinə qayıdır və bu da sümük əriməsi buna görə çox sürətli baş verir.